ölən varsa vətəndir və elə burada uyuyan bu qəhrəmanlarımız da üzərində dayandığımız bu torpağı bizə vətən qılanlardandır. Lakin o da bir reallıqdır ki, uğrunda canlarını fəda etdikləri bu torpaqda məzarı belə olmayan qəhrəmanlarımız var. Tarixin yaddaşına həkk olunan qəhrəmanımız Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonunda dünyaya göz açsa da Mingəçevirdə boya başa çatıb. Bu sinifdə oxuyub. Mən əyləşdiyim partda əyləşib. Çox çılğın uşaq idi. Çox gülərüz, mehriban, idmana böyük həvəsi var idi. Öz mənliyini, qürurunu həmişə qoruyan uşaq idi. İnsanın vətənpərvəri, insanın o qanındakı, canındakı ruhu, qeyrəti, o istər-istəməz ilk 5 dəqiqə söhbət eləyəndə bilinir. Natiq elə bir uşaq idi. 1991-ci ildə hərbi xidmətdən qayıdan Natiq vəziyyətin dəyişdiyini görür. Fevral ayının 26-sında Xozalı soyqırımından